Deməli, biz sizlə keçən dəfə tip çevirmələrindən danışdıq, amma tip çevirmələrini tam bitirməmişdik. Biz sizlə tip çevirmələrindən hansıları öyrənmişdik? Gəl sürətli olaraq onların üzərindən keçək. Məsələn, biz sizlə danışmışdıq ki, tam tipi çevirək nəyə? Setirə. Bunu necə demişdik? Məsələn, nümunə olaraq yenə göstərim. Dedim A bərabərdirsə 5-ə, mən A bərabərdir. Burada A dəyişəni, B dəyişəni fərqi yoxdur. Lap yazım B dəyişəni bərabərdir. Setir A yazsam, mənim B dəyişənim nə olacaq? Dırnaq içərisində 5. Daha sonra ikincidə isə bunun əksini göstərmişdim. Məsələn, sətr tipindən tam tipə keçidi göstərmişdim. Məsələn, burada deyirəm A bərabərdirsə əgər dırnaq içərisində məsələn 7-yə, mən burada B dəyişəninə int A yazsam, B olacaq 7. Və keçən dəfə belə bir qayda demişdim ki, yadınızdadırsa, bütün sətr tipləri tam tipə çevirmək olmaz. Bütün tam tipləri sətr tipinə keçirmək olur. Amma bütün sətr tiplərinin tam tipə keçirmək olmur. Bunun səbəbi nədir? Çünki sətr tiplərinin içərisində məsələn, bax, A dəyişəninə belə bir ifadə verərəm. Məsələn, elə yazaq info. Yəni bu dırnağın içərisindədir, sətirdir. Simvollardan yaranıb da. Bunu mən ədədə tam tipə necə çevirim? Yəni bu ifadələri tama çevirmək olmur. Aydındır? Ona görə deyirik ki, bütün sətr tipləri tam tipə çevirmək olmaz. Daha sonra var idi üçüncü tipimiz. Sətr tipin nəyə çevirə bilərdik biz? 3-də. Sətri çevirə bilərdik hansına? Həqiqi tipə. Yəni floata, belə deyək də, burada bir float yazım. Həqiqi tipi, sətr tipin float tipinə. Deməli, bunda necə? Məsələn, B dəyişəni yazaq, olsun məsələn 5. Mən bunu floata çevirsəm və məsələn burada sətr tipinə belə yazaq da, məsələn 5.0 da yazsaq, dırnaqları mən burada A bərabərdir float B yazsam, A olacaq bizdə 5.0. Yəni dırnaqları atacaq kənara. Daha sonra həqiqi tipin əksi də var idi. Məsələn, dördüncüdə həqiqi tipdən hansı tipə? Sətr tipinə. Buna məsələn nümunə göstərərəm ki, A bərabərdir 7,3. Sonra məsələn B bərabərdir sətr A. Burada B nə olacaq bizdə? Dırnaq içərisində 7,3. Yəni bu da olur sətr tipi. Daha sonra 1, 2, 3, 4. Dördünə baxdıq. Başqa tiplər də var. Məsələn, tam tipdən həqiqi tipə keçid. 5-cidə var. Tam tipdən həqiqi tipə keçid var. Yəni bir növ belə deyək də, intdən floata. Məsələn, tam tipdə bir A dəyişəninə 4 deyək. Həqiqi tipə keçəndə bunu məsələn yazacağam ki, məsələn B bərabərdir float A. B olacaq bizə nə? 4.0. Baxın, fikir verin burada. Tam idi. Axı tam ədədə bir kəsir qoyanda necə kəsir qoymalıdır axı float. Həmin o 4 tam ədəddir deyə, yəni bunun özünün heç bir kəsiri yoxdur deyə, yanına 0 qoyur. Yəni 4.0 yazır. 5 qoysaydıq 5.0 olacaqdı. Daha sonra 6-cı tipə baxaq. 6-da məsələn həqiqinin tamı, yəni bunun əksi, həqiqi tipin tam tipə keçidi var. Məsələn, A bərabərdir 4,7. B bərabərdir, mən yazmalıyam ki, int A. B nə olacaq? 4. Yəni tam hissəsini götürəcək. Bu hissəni götürəcək, intimiz olacaq 4. Daha sonra bura kimi keçən səfərki videoda da var. İzah eləmişdim. Təkrar olsun deyə danışdım. Daha sonra var burada bizim məntiqi ifadələr arası keçidimiz. Bir də sətr siyahı arası keçidləri qalıb. Məsələn,
Məntiqi ifadənin tama keçid. Baxın uşaqlar. Burada məntiqi ifadələrə biz bul dedik, bul ifadəsi. Məsələn, A ya true ala bilər, ya da A ala bilər false. Baxın, keçən səfər demişdim ki, bunları baş hərflərin kiçiyi ilə yazanda Python tanımır. Və sizdə belə bir çaşqınlıq yaranmış ki, müəllim, bəs niyə görə sətr tipində kiçik hərflə yazanda, sətirdə kiçik hərflə yazanda dırnağın içərisində tanıdı, amma bunda tanımadı? Uşaqlar, bunların arasında fərq var. Siz dırnağın içində istədiyiniz hər şeyi yaza bilərsiniz. Nə bilim, infonun dalına bir rəqəm də qoyarsınız dırnağın içərisində. İstədiyiniz hər şeyi yaza bilərsiniz. Amma true false, yəni bool tipində, məntiqi tipdə bu belə baş vermir. Məntiqi tipdə true 1 deməkdir. False 0 deməkdir. Yəni gəlin baxın bunu əyani olaraq sizə göstərim. Necə baş verir? Məsələn, A bərabərdir. True yazdım, düzdür? İndi mən A bərabərdir. Int A yazıram. A-nı çağıracam, baxın. A olacaq 1. Amma bunun əksini yazsam, A bərabərdir false. Bəli, onda olacaq 0. Daha doğrusu buradan düşək aşağı. A bərabərdir. Int A. A-nı çağırdıq. Baxın, A oldu 0. İndi burada da dediyim kimi bizim burada buldan, yəni məntiqidən bura məntiqi yazım. Nəyə keçiddir? Tam tipə. Yəni intə. İndi mən burada birinci, gəlin bunu bir-bir yazım göstərim. Mən burada yazsam ki, A bərabərdir int A. Məndə A nə olacaq? 1. Və yaxud da əksinə yazım. A bərabərdir false versəm. Mən indi A deməyim, lap B deyim. B bərabərdir int A yazsam, mənim B-im nə olacaq? 0 olacaq. Yəni, məntiqi tipdən də tam tipə keçid eləyəndə, uşaqlar, bu cür keçid olur və true bizə 1 verir, false 0 verir. Aydındır. İndi keçəyin növbətiyə. Deməli, sonra yazırıq, gəlir 8. Yəni 8-ci tipdən danışağam. 8-ci tip belə idi. Bunun əksini göstərim sizə. Məsələn, tamdan məntiqiyə keçək. Tam tipdən məntiqi tipə keçək. Tam tipdən məntiqi tipə keçmək belə deyək də. Məsələn, A-ya bir qiymət verək. A-ya bir qiymət verək, 7 verək. Mən yazıram indi burada A bərabərdir bool A. İndi mənim A-mın qiyməti nə olacaq? Deyə bilərsiniz. A olacaq. Xeyr, true. Xeyr, true. A olur, true. İndi belə bir qayda deyirəm, yadınıza saxlayın. Yalnız və yalnız, baxın, A bərabərdir 0 halından başqa. Yəni, A 0 halından başqa hər biri true verir. Məsələn, 1-dən sonsuzluğa qədər də hər biri true olur. Aydındır. Yalnız A 0 olanda, gəlin baxın göstərəyin. Deməli, A bərabərdir 0. Düşdük aşağı. İndi deyirəm A bərabərdir bool A. Mən indi A-nı çağıranda mənə false verdi, gördünüz. Amma A bərabərdir 7 yazıram. Eyni ilə yazıram ki, A bərabərdir bool A. Mən A-nı çağıranda mənə nə verəcək? True. İndi A bərabərdir. Məsələn, yazsam -5. A bərabərdir bool A. İndi A-nı çağırsam, A gördünüz, mənfidə belə true verdi. Aydındır. Yalnız və yalnız
hansı ifadədə false verdi? A bərabərdir 0 halında. İndi A bərabərdir 0 halına baxdıq. Ondan başqa da hallar varmı? Var. Düz, ədəd tipi deyil onda. İndi göstərəcəm onlarda hansıdır. Yəni bu dediyimi yazım. Baxın, A bərabər 7 olanda bool A true oldu. A bərabər 0 olanda A bərabərdir bool A yazsam, A'mız nə olacaq? False. İndi başqa da hansı tiplər var? Onlardan danışım. Məsələn, biz A'ya versək ki, boş sətir tiplərindən hələ danışmamışıq. Danışanda göstərəcəm. Sətirdən daha doğrusu danışmışıq. Siyahıdan danışmamışıq. Sətir nədir? Sətir dırnağın içərisində yazılır, düzdür? Mən indi deyirəm ki, A bərabərdir, dırnağı açıram, sonra bağlayıram. Yəni bu nə deməkdir? A boş sətirdir. Baxın, mən dırnağı açdım və bağladım. Normalda string tipidir. Sətirdir, yəni string. Sətirdir. Dırnağı açdım, bağladım. A'mız boş sətirdir, düzdür? Mən indi bunu istəyirəm çevirəm nəyə? Məntiqi tipə. Deyirəm A bərabərdir bool A. İndi mənim A'm burada olacaq artıq false. Aydındır. Gəlin baxalım. Amma mən bax burada boş sətir yox. Mən burada dolu sətir yazsaydım, məsələn, A-nın yerinə yazıram info. A sətirinə A dəyişəninə info sözünü verirəm də, info. Mən A bərabərdir bool A yazsam, nə olacaq? True. Gəlin bu dediklərimi sizə yəni göstərim. Bağlayaq. Deməli, A bərabərdir info yazmışdım da. A bərabərdir info. İndi mən yazıram A bərabərdir bool A. İndi A-nı çağıranda A true oldu. Amma mən A-ya boş sətir qoysam, bax A bərabərdir boş sətir. Yəni dırnağı açdım və bağladım. İndi deyirəm ki, A bərabərdir. Gəlin elə bunu buradan kopyalayıb atalım. A bərabərdir bool A. Mən A-nı çağırsam buradan, gördünüz mənə false verdi. Yəni 1-0 halında false verir. Bir də belə deyək də boş sətir halında. Gəlin sizə başqa bir dəyişənlə də bunu yoxlayaq. Məsələn, A nondur. Baxın, uşaqlar, bir də bu haldır. Non halı. Bu non nədir? Non boşluq mənasındadır. Heç nə mənasında. Yəni, məsələn, A non dəyişənin verir bizə. Aha. A belə deyək də non dəyişənin götürür və A bərabərdir bool A yazdıqda bizə false verir. Deməli, hansı hallar oldu false alan? Biri oldu 0, biri oldu dırnaq işarəsi, 2 dənə dırnağı açıb bağlayır, yəni boş sətir. Biri də oldu non. Fikir verdiniz, nonu da böyüklə yazırıq. Kiçiklə nondur, truedur, falsedur böyüklə, baş hərfin böyüklə. Məntiqi tiplər bunları belə götürməlidir. Aha, deməli, tam tipdən məntiqi tipə də keçidə baxdıq biz. İndi biz baxırıq. Bizdə neçə olmuşdu? 9 olmuş deyəsən. Yox, 8. Hə, 8. İndi baxırıq 9-cuya. 9-cu tipimiz nədir? 9-cu tipimiz sətir tipindən, sətirdən siyahı tipinə keçid. Sətir tipi nə idi demişdim. Sətir tipi məsələn A bərabərdir. Hərflər də bir hello məsələn yazdım.
Bu sətirdir. Bəs siyahı hansı idi? Məsələn, yazıram A bərabərdir. Parça mötərizəsi açıram. 1, 2, 3, nə bilim 4. Uzada da bilərəm. Bəli. Yəni tək rəqəmlərmi olur parçanın içərisində? Xeyr. Bax bu sətirdir. Bu siyahıdır. Siyahının içərisində tək müəllim elə rəqəmlər yaza bilərik? Xeyr, əlbəttə ki, xeyr. Mən elə bax hello sözün bir dənə H yazıram sanki. Bir dənə L yazıram. Bir dənə də L yazıram. Yəni bu mənə hello sözün biz oxuyanda verir əslində. Yəni hərflər çoxluğunda istifadə edirəm. Yəni bu formada davam edirəm. Yəni iminni o demək deyil ki, elə orada mütləq formada rəqəmlər olmalıdır və yaxud da hər hansısa söz tələb edən simvollar olmalıdır. Yox, nə bilim yazıram H, nə bilim V, Q, R, yəni və s. Oldu belə. Bəs belə bir şey deyək. Bunların qarışığı ola bilərmi ki? Bəli, 1, V, nə bilim 5, Z, nə desən, mən Z olmasın, lap Z, R olsun, 2 hərf bir yerdə. Nə bilim 1 olmasın, olsun 51. Yəni biz necə ki sətrin içinə ürəyimiz istəyən simvolları qoya biləriksə, siyahını da içərisinə qoya bilərik. Aydındır. İndi bəs bu sətri, bax bu sətri siyahıya necə çevirək? Və siyahıya çevirəndə necə görsənəcək? Baxın uşaqlar, bu sətri siyahıya çevirəndə bu formada görsənəcək. Bax bu necə yazdım? Bir-bir ayırır. Bəs bunu necə edə bilərik ki, sətrimiz siyahıya çevrilsin və o formada görsənsin? Mən yazıram burada məsələn bir A sətri. A sətrinə yazıram olsun info. İndi bu mənim hansı tipimdir? Sətr tipimdə sətir. Bunu siyahıya çevirmək istəyirəm. Siyahı hansı idi uşaqlar? List. Keçən dərsimizdə keçmişdik. Siyahı list tipidir. İndi gəlin belə baxalım. Bu siyahıdan, daha doğrusu sətirdən siyahıya necə keçə bilərik? Uşaqlar, bunun iki növü var. Yəni iki cür keçə bilərik. Birinci məsələn forma, birinci qayda belədir ki, biz bunu list sözü ilə elə keçə bilərik. Məsələn, birinci qaydamız gəlin belə yazım da. Birinci qaydamız listdir. İkinci qaydamız splitdir. İkinci qayda splitdir. Necə baxaq? Məsələn, gəlin listdən istifadə edək indi. A bərabərdir info. Bax, burada yazmışam. Daha sonra bizim list tipində nə verilir? Bir dəqiqə uşaqlar. Burada qalmışdı. Aha. Deməli, list tipində uşaqlar, mən bax bu siyahını vermişəm də. A bərabərdir info siyahısını vermişəm. List tipinə bunu biz belə yaza bilərik. Məsələn, A bərabərdir list A. Mən bunu belə yazsam, mənim A dəyişənim nə olacaq? Baxın, I, özü də hər biri də dırnağın içərisində. Axı, string idi. Ona görə, məsələn, I, vergül, sonra N, vergül, F, vergül O. İndi deyə bilərsiniz, müəllim, burada bir dırnaq, iki dırnaq. Uşaqlar, Pythonda bir dırnaqdan da, yəni birindən açıb, birindən bağlamaqdan da istifadə oluna bilər. İkisindən açıb, ikisindən bağlamaqdan da istifadə edə bilərsiniz. Aydındır. Baxın, indi həmin sözü də bu formada çıxır. Gəlin bunu əyani qaydada Pythonun özündə yoxlayalım. Deməli, A bərabərdir, məsələn, elə bayaqki kimi list info sözünü yazaq. Daha sonra veririk biz burada, məsələn, A bərabərdir list A. İndi mən A dəyişənini çağıranda gördünüz, mənə bunu verdi. Və yaxud da mən yazıram A bərabərdir bir rəqəmlər yazım. 1, 2, 3, 4, 5,
6, 7, 8. Mən indi bunu çevirmək istəyirəm. A bərabərdir list A-ya. A-nı çağıranda nə olacaq? Baxın. 1, 2, 3, 4, 5, 6, 7, 8. Yəni bunun içərisindəki hər birin dırnaq içərisində bir-bir bizə göstərdi. Ədəd olsa belə uşaqlar, ədəd olsa da belə bunun içərisində bizə dırnaqla verdi. Niyə? Ona görə bunu bizə dırnaqla verdi ki, bu ümumiyyətlə string tipidir, yəni sətr tipidir. Aydındır? Sətr tipi siyahıya çevirmək olar. Bəs sual verə bilərsiniz müəllim. Sətr tipindən başqa, məsələn, A bərabərdir 1, 2, 3 yazaq da, ədəd tipin. Ədəd tipin siyahıya çevirmək olur. Gəlin baxalım, yoxlayalım. A bərabərdir, yazıram list A. A bərabərdir list A. Gördünüz? Deyir ki, error verir. Deyir int obyekti iterable. Yəni belə deyək də, int ilə işləyə bilmir. Obyekt A dəyişəni int olduğuna görə A ilə işləyə bilmir. Aydındır, yalnız sətr olmalıdır ki, bunu siyahıya çevirə bilək. Deməli, birinci formanı keçdik. Birinci, yəni qaydanı keçdik ki, listlə. Listlə list A yazıb, baxın uşaqlar, əsas bunun yazılış formalarıdır. Bax, burada A bərabərdir list A yazmaq lazımdır ki, A-mız dəyişsin, olsun bu. Mən indi sizə belə bir misal göstərim. Belə bir nümunə deyim. Hələ ki bu spliti buradan silirəm. Deyirəm ki, A bərabərdir. Dırnağın içərisində S5LM. S5LM. Düzdür. İndi mən yazıram ki, burada list A. İndi mən burada A-nı çağırsam, A nə olacaq? Mənə deyin görüm. Uşaqlar. Gəlin baxalım. Bax, A bərabərdir yazıram. Nə yazmışdım orada? S5. Yəni, fərqi yoxdur. İmin oradakı kimi olsun. S5 LM yazmışdım. Fərqi yoxdur onun. İndi mən yazıram list A. Gördünüz necə verdi? Yəni, avtomatik olaraq qiyməti qaytara bildi. List A yazmaqla. Aydın oldu. Yəni, burada deməyin ki, müəllim, axı ədəd var. Yəni, bu ədəd sətrin içərisindədir. Belə deyək də, yəni bu stringdir. Sətr tipidir. Ona görə bizə avtomatik olaraq qiyməti özü bu formada verir. Başqa bir nümunə məsələn göstərək. Məsələn, deyək A bərabərdir. Olsun lap salam sözü. İndi mən burada list A yazıram. List A yazıram. Gördünüz, mənə bunu verdi. Amma uşaqlar, indi sizə bir şey deyim. Mən A dəyişənin amma çağırıb enter vururam. Görün mənə nə verir. Salam sözünü verir. Yenə həmin kimi. Baxın, burada list A yazanda mənə bu salamı bir list formasında verdi. Amma mən A dəyişənin sonra çağırdım. A dəyişənini çağırdım. Görün nə aldı? Elə həminki kimi salam. Eləcə də bu yuxarıdakı olsa belə. Gəlin yenidən bir neçə şey göstərim ona uyğun. Məsələn, yazıram A bərabərdir 125 dırnağın içərisində, yəni string tipində olsun. Mən indi burada list, daha doğrusu A bərabərdir list A yazsam, A bərabərdir list A yazsam, mən A-nı çağırsam, mənim A-m dəyişəcək olacaq bu. Yəni, köhnə qiyməti gedir artıq A-nın. Aydındır, A-nın bu köhnə qiyməti gedir. A olur yeni qiyməti bu. Yəni, list A eləyir, mənimsədir nəyə? A dəyişəninə. A da köhnə qiymətini unudur, yeni qiyməti alır.
İndi amma mən yazıram ki, bax A bərabərdir. Elə bayaqkini yazıram. 125 yazıram yenidən. Və deyirəm ki, list A olsun. List A olsun. Enter vururam, mənə ekrana 1, 2, 5-i yenə verir. Amma mən durub burada A-nı çağıranda A yenə elə əvvəlki qiymətində qalır. 125-də qalır. Çünki mən bunu A-ya mənimsətmədim. Bax, burada list A yazmışam ha. Bax, mən bunu A-ya mənimsətməmişəm. Ona görə A qiymətini dəyişməyib. Aydındır bu dediyim. Yəni, bu da çox incə məqamdır. Yəni, burada bunu başa düşmək lazımdır. Bilmək lazımdır ki, mənimsədəndə dəyişir A-nın qiyməti. Aydın oldu bu hissələri. Daha sonra biz bunun list tipinlə baxdıq, listlə baxdıq. İndi baxağın hansı tiplə? Split tipinə. Burada ikinci olaraq split yazmışdım. Gəlin bu kənar hissələri təmizləyəyin. İkinci tip hansı idi? Split. Uşaqlar, split tipində split sanki parçalamaq deməkdir də. Spliti biz istifadə edəcəyik parçalamaq kimi. Məsələn, belə yazaq. Bir A bərabərdir. A bərabərdir. Məsələn, bir rəqəm, sətr tipində bir rəqəm yazaq. Sətr tipi yazaq. Məsələn, yazaq 150. Məsələn, 21, 51, 45, 71, 3. Yəni, uzun bir ədəddir sətr tipində. 2, 1, 5, 1, 4, 5, 7, 1, 3. İndi mən burada aşağıda yazıram ki, A bərabərdir. A nöqtə split. A bərabərdir. A nöqtə split. Məsələn, 1. Dırnağın içərisində 1. Bu nə deməkdir? Bu o deməkdir ki, bizim A dəyişənimizi, bax bu A dəyişənimizi, yəni bax bunu birlərdən parçalayacaq. Aydındır. Bu A dəyişənin birlərdən parçalayacaq. Yəni A-mız olacaq nə? Bax, mənimsədib ha, ona görə A qiymətini götürəcək. Yəni bax, burada mənimsətmişik A-ya. Bu parçalayacaq, həmin qiymətdə verəcək A-ya. Yəni bizim A-mız burada olacaq. Bax, fikir verin, ancaq bir harda var? Bax, buradan demişəm ki, birdən parçala. Bax, buradan ancaq birlərdən parçalayacaq. Və onların hamısını verəcək bizə ədəd kimi. Məsələn, 2 dırnağın içərisində vergül 5 vergül 457 vergül 3. Bu da olacaq bizim A sətrimiz. Gəlin indi bunu Pythonda tətbiq edəyək, görəyin nə dərəcədə doğrudur. Deməli, mən yazıram məsələn 21, 45, 1, 675, 1, 4. Bunu sətr tipində verirəm. Mən yazıram A bərabərdir. A nöqtə split. Olsun məsələn. A-nı çağırdım. Baxın, fikir verin. A bərabərdir split nöqtə 1 yazdım. Bu o deməkdir ki, bax A nöqtə yazdım. A nöqtəni niyə yazdım? Bu o deməkdir ki, bu spliti A dəyişəninə tətbiq elə də. Yəni A dəyişəninə spliti tətbiq elə, birdən də ayır. Hardakı 1 görürsən, oradan da onu ayır siyahılara. Bax, 2-ni 1 ayırdı. Bax, bu bir dəqiqə. Bax, bu 2-ni 1 ayırdı. Yazdı bura. Sonra 45-i 1 ayırdı. Birlərdən də elə bil, birlərin arasında qalanları. Bax, bu birlə, bu birin arasında qalanları. 45-i 1 ayırdı. Daha sonra 675-i 1 ayırdı. 4-ü də 1 ayırdı.
Aydındır. Sadəcə yazılış qaydasına fikir verin. Gəlin indi sizə bir şey deyim. Bax, yenidən bunu kopyalayıram buradan. Yəni yazıram həmin ədədi. Bir də yazıram A.split 1. Uşaqlar, fikir verdiniz, mən burada mənimsətmədim. Fikir verdiniz, yəni burada mənimsətmə qoymuşdum deyə A qiymətin dəyişdiyi belə oldu. Yəni A köhnə qiymətini unutdu da sanki. Yeni qiyməti yazdı bura. İndi mən burada bunu tətbiq edəndə mənə ekrana bunu verəcək. Amma mən A-ya bu A-nı çağıranda ki, bəs A sənin öz qiymətin nədir? A dəyişəni. Yenə mənə köhnə qiyməti verəcək. Axı çünki mənimsətmə qoymamışdım. Bu dəyişdi, sadəcə mənə göstərdi formal olaraq. Amma özünə A dəyişəninə bunu belə deyək də mənimsətmədi. Aydın uşaqlar. Burada nəsə sualınız yoxdur ki? Sualı olan var? Gəlin ümumiləşdirək. Dedim ki, danışdığımı bu sonuncu danışdığımı ümumiləşdirək. Dedim ki, sətr tipindən siyahıya keçmək üçün, yəni STR-dən listə keçmək üçün listə iki yol var. Birincisi listdir, ikincisi splitdir. Splitin də yazılışı belədir ki, bir növ belə düşünək ki, nöqtə split qabağında da mötərizə. Mötərizənin içərisi hissəsində bu hissəyə böləcəyimiz yer, böləcəyimiz simvol yazaq daha doğrusu, böləcəyimiz simvol. Bu hissə isə, bax burada da əslində nəsə olmalıdır da. Bax burada, altdan xətt çəkirəm. Bu hissəyə isə bizim dəyişənimizin adı yazılır. Dəyişənin adı yazılır. Aydındır. Listəki bildiyimiz listi. Gəlin yenidən göstərim birində. Məsələn, deyirəm ki, A bərabərdirsə olsun 57 571. Mən A bərabərdir list A yazdıqda nə olur? A-mız olur dırnaq içərisində 5 7 1. Aydındır. Splitdə də həmin qayda ilə yenidən daha göstərmirəm. İndi uşaqlar, bunun biz bir də keçməliyik nəyin? Tam əksinə. Əksin. Bunun tam əksi nədir? Gəlin baxalım. Bunun əksi nə olacaq sizcə? Siyahıdan sətrə keçid olacaq da. Bəli. Bunun əksi elə burada göstərə bilərəm. Düşün, elə aşağıda yazaq. Daha səliqəli alınsın. Deməli, bunun əksi isə təxminən 10-cu olmalıdır, səhv etmirəmsə. Deməli, siyahıdan hara keçid eləyirik? Sətrə. Siyahıdan sətr tipinə keçirik. Uşaqlar, gəlin bir siyahı yazalım. Məsələn, siyahı yazıram. A bərabərdir. Bir siyahı yazın, nə bilim, 5 7 3 2 bir də olsun 45. Aha. Bu mənim bir A siyahımdır. Mən indi bunu hansına keçirmək istəyirəm? Sətrə, yəni dırnaq içərisində sanki olmalıdır sətrdə. Burada artıq biz istifadə edirik join sözündən. Join. İngiliscədə elə birləşdirmə demək. Yəni bu belə deyək də tipdən istifadə edirik. Deməli, join-dan istifadə edərək necə yazırıq? Join da elə bir növ belə deyək də, o split kimi yazılır. Yəni nöqtə, bir də qarşısında işarə olur. Sadəcə join-da belədir ki, dəyişən hissəsi burada yazılır. Dəyişənimizin adı. Burada isə dırnağın içərisində
bir simvol var. İndi göstərəcəm necə işləməsin. Gəlin baxalım. Məsələn, mən yazıram ki, burada A bərabərdir. Dırnaq açıram, sonra dırnağı bağlayıram. Nöqtə. Join. Arxasıca join'in arxasınca yazıram A. Bu o deməkdir ki, A dəyişəninə, bax bu A dəyişəninə birləşdir, A dəyişənini join elə, yəni birləşdir, amma aralarında bax heç nə qoymamışam. Dırnağı açmışam, bağlamışam. Yəni heç boşluq belə yoxdur da uşaqlar. Boşluq olsaydı burada biraz ara qoyardım. Yəni boşluq belə yoxdur. Bu o deməkdir ki, bunları birləşdir, amma aralarında məsafə qoyma. Yəni bir yerdə birləşdir. Baxın, indi mən burada yazacağam ki, A bərabərdir, dırnağı açıram, 57, 3, 2, 4, 5, dırnağı bağlayıram. A'mız olur belə. Gəlin bu dediyimi eyni ilə Python'da yazalım. Mən nə demişdim? A dəyişəninə demişdim ki, A daha doğrusu dəyişən bir siyahı vermişdim A'ya. 5, 7, 3, daha sonra deyəsən 2 yazmışdım, vergül bir dənə 45 yazaq, bəs olar. İndi mən bu siyahıya yazıram ki, A bərabərdir. Dırnaq açıb bağlayıram. Nöqtə. Join. Daha sonra mötərizənin içərisində bir A yazıram. Bu 0 yanlış getdi buram. İndi mən bir dəqiqə uşaqlar, səhvimiz bilirsiniz nədir? Baxın, mən burada sətr tipi dedim, amma heç birinə dırnaq qoymadım. Mən burada heç birinə dırnaq qoymamışam. Bu da ancaq sətr tipini birləşdirə bilirdi. Axı dırnaqları qoyuram axı burada. Yəni baxın, burada dırnaqla yazmışam. Baxın, burada hamısını dırnaqla yazmışam. Burada hamısını dırnaqla. Amma burada dırnaqsız yazmışam. Onu demək istəyir ki, yəni sən dırnaqsız yaza bilmərsən bunu. Gəlin yenidən yazım. Aha. Hamısını çevirdim A'ya. İndi mən yazıram burada. A bərabərdir. Dırnağı açıb bağlayıb nöqtə qoyuram. Join yazıb. İndi bu joinə də bir A dəyişənin verib. Mən enteri vurdum. İndi bax A-nı çağırdıqda, A dəyişənini çağırdıqda gördünüz. Eyni ilə mənim yazdığım kimi, mənim yazdığım, burada da həminki qayda ilə yazmışam. Mənim yazdığım kimi bizə birləşdirir. Yəni bax bu belə deyək də, bunların hər birinin, bu sətirdə, siyahıdakı elementlərin hər birinin arasında boşluq olmadan birləşdirir və sətr tipində yazır. Aydındır. Deməli, join əməliyyatı nə iş görür? Hansı əməliyyatı yerinə yetirir join sözü? Join siyahını sətrə çevirir. İşləmə qaydası da budur. İndi uşaqlar, sizə bir qayda yazın burada. Mən deyirəm ki, siyahının bütün elementləri, yəni bax bir siyahı yazırıq ha. Bütün elementləri ancaq və ancaq sətr tipində olmalıdır ki, onu sətrə çevirək. Məsələn, bax qaydanı yazım buradan. Deyirəm ki, siyahının bütün elementləri sətr tipində olmalıdır ki, onu sətr tipinə keçirmək olsun. Olmalıdır ki, onu sətr tipinə keçirmək
olsun. Bu nə deməkdir? Siyahının bütün elementlərin sətr tipində olmalıdır ki, onu sətr tipinə keçirmək olsun. Gəlin bunu izah edeyim. Məsələn, mən burada düşünün ki, bir A dəyişən, A siyahısı yaradıram. A siyahısına yazıram. Məsələn, S vergül, nə bilim 5. Bax 5 sətr dırnağın içərisindədir. Vergül 75. Bu da sətr tipindədir. Bura məsələn yazıram bir dənə 1. Sonra yazıram nə bilim 7-də sətr. Bax mən bir dənə bu 1-i necə yazdım? Ədəd tipində yazdım da, tam tipdə, int tipində. Artıq mən bunu join-dən istifadə edib və yaxud da ümumiyyətlə də heç cür sətr tipinə keçirə bilmərəm. Yəni bu sətr tipində keçirmək olmaz. Aydındır. Sətr tipinə keçirmək üçün mütləq formada nə olmalıdır? Bunların hamısı belə deyək də sətr tipində olmalıdır. A siyahısının içindəki bütün elementlər sətr tipində olmalıdır. Məsələn, A siyahısına bax yazıram mən burada. Hər hansısa bir söz yazaq. Elə i yazaq. Yenə n, f, o, r, m, a, t, i, k və a. İndi uşaqlar, mən yazsam burada a bərabərdir. Dırnağı açıb bağlayıram. Nöqtə join a. Onda a nə olacaq? İnformatika sözü, informatika. i də böyüklə yazmışdım da. İnformatika sözü dırnağın içərisində olacaq. Yəni bunların hər biri sətr tipində olduğuna görə mən siyahının içərisindəki elementlər sətr tipində olduğuna görə mən bunu rahatlıqla elə sətr tipinə, siyahıdan sətrə keçid eləyə bilirəm. Aydındır burada. İndi gəlin deməli başqa bir nümunələr üzərində işləyək. Məsələn, gəlin buradan bir şey göstərim sizə uşaqlar. A bərabərdir, məsələn, yazaq 1 vergül, məsələn, elə 2 qoyaq qısa formada. İndi mən burada dırnağı açıb bağlayıram. Nöqtə join yazıram. Bunu da deyirəm, tətbiq edək nəyə? A dəyişəninə. Ekranda məndə çıxacaq 1-2 sətr tipində. Amma mən A dəyişəni yenə çağıranda A dəyişəni gördünüz, yenə əvvəl kimi oldu. Bunun səbəbi odur ki, çünki bu ifadəni mən A dəyişəninə mənimsətmədim. Və yaxud da fərqi yoxdur A dəyişəni. Lap B-yə də mənimsədə bilərdim. Yəni B-yə mənimsətsəydim, məsələn, daha yaxşı olacaq. Gəlin baxalım, bax. Məsələn, Ctrl-C elədim. Burada yazıram B bərabərdir. Bu, mən indi B dəyişənini burada çağıranda, baxın, B dəyişənini çağıracağım, mənə 1-2 verəcək. A dəyişənini çağıracağım, mənə 1-2-ni siyahı tipində verəcək. Aydındır uşaqlar. Yəni, mənimsətmə işarəsi burada da, bunun özündə də lazımdır. Sizə sual düşə bilər, belə verər, mənimsətmə, sonra deyər A-nı tapın, sizə götürüb A-nı 1-2 deyərsiniz. A 1-2 olmur, A ilə köhnə qiymətində qalır. İndi, gəlin sizə bir maraqlı nümunə göstərim. Məsələn, yazıram ki, A dəyişəni qoyaq bir dənə. Məsələn, A dəyişəninə dırnağın içərisində 1, daha sonra başqa nümunə formasına 1 deyək, sonra olsun lap 5, ədədlər olsun, yaxşı. 1, 5, 7. İndi
A dəyişənimiz 1, 5, 7 tiplərindən ibarətdir. Mən burada yazıram ki, A bərabərdir. Dırnağın içərisində, bax həmişə dırnağı açıb bağlayırdım. İndi dırnağın içərisinə bir dənə altdan xətt yazıram. Sonra dırnağı bağlayıram. Sonra nöqtə join A yazıram. Mənim A dəyişənim nə olacaq sizcə? Mənim A dəyişənim həmişə bunları boşluq, dırnağı açıb bağlayırdım, boşluq qoymurdum. Bunları nə edirdi? Bir-birinə boşluq olmadan yapışdırırdı. İndi amma 1 altdan xətt, bax bu altdan xətt, 5 altdan xətt, 7 olacaq. Gəlin baxalım. Deyirəm ki, A bərabərdir. Dırnaq içərisində 1, sonra 5, 7. Düzdür. İndi mən burada yazıram ki, A bərabərdir. A nöqtə join. Daha sonra A bərabərdir join-dən sonra yazıram ki, burada daha doğrusu A nöqtə join getmirdi bu. Gəl belə yazaq. Altdan xətt demişdim də işarə olaraq. Join A. Yəni bu nə deməkdir? A dəyişəninə altdan xətt olaraq birləşdir. Mən indi burada A dəyişənini çağırsam, gördünüz 1, 5, 7-ni altdan xətt formasından verib. Mən bəs bu altdan xəttin əvəzinə, yenidən gəlin indi belə bir şey göstərim. Altdan xəttin əvəzinə başqa simvol yazsaydım nə olardı? Yenə də həmin simvolla birləşdirəcəkdi. Məsələn, gəlin Ctrl V eləyək. Gəlin bura 1-2 dənə simvol artıraq. Məsələn, elə 3-ü qalsın, indi bir şey göstərəcəm sizə. Mən burada yazıram ki, A bərabərdir. Dırnağın içərisində, uşaqlar, baxın, dırnağın içərisində 7 yazıram. Ya 0 yazıram. 0. Nöqtə join sonra A dəyişəni. İndi nə edəcək? Alınan qiymət bizdə nə olacaq? 1, 0, 5, 0, 7. Bax, A-nı çağırdım. 1, 0, 5, 0, 7. Uşaqlar, gördünüz? Yəni 1-i, 5-i, 7-ni, bax bu boşluqlar var, bax bu ortada olanlar. Bax bura. Bax elə bil buralara həmin buradakı simvolu yazmaqla birləşdirdi. 1, 0, 5, 0, 7 olaraq bu formada birləşdirdi. Bax elə bil bu sıfırlar bayaqki altdan xətt ifadələridir. Aydındır. Tək bunun yerinə 0 yox. İstənilən simvol, yəni ədədlərdən, rəqəmlərdən tutmuş, ulduz işarəsindən tutmuş hər bir şeyi yerinə qoyub yazmaq olar. Aydındır uşaqlar. Bura kimi hər hansısa bir sualınız var. Aha. Gəlin davam edəyək. Bizim ümumiyyətlə ədədlərin vurulması, yəni tək ədədlərin deməyək, int tipinin toplanması, çıxılması, sətr tipinin, string tipinin məsələn vurulması, toplanması, bu kimi şeylərə baxaq. Deməli, biz bilirik ki, məsələn A dəyişəni 5-dir. Mən bura 5 yazıramsa, bu avtomatik bilirəm ki, bu dırnaqsızdırsa, bunun nöqtə sıfırı yoxdursa, nə bilim kəsr hissəsi yoxdursa, bu deməli int tipindədir. Doğrudur. İndi mən deyirəm ki, A bərabərdir 5. Bir B dəyişəni də yazıram, buradan yazım. B bərabərdir 3. Mən də görürəm ki, bu B-nin də hər hansısa bir, belə deyək də, dırnağı yoxdur, yəni dırnaq içərisində deyil, kəsr hissəsi yoxdur. Ona görə bilirəm ki, bu da intdir. İndi mən yazsam burada A bərabər, A üstə yənəsin B, bu bizə nəyi verəcək? 3-ün üstünə 5, 8. Aydındır. Yəni, int tipləri, 2 dənə int tipi biz toplaya bilərik. Int üstə yənəsin, int yaza bilərik.
Eləcə də bunun belə deyək də əksi başqa forması olsun. Məsələn, vurulması. Məsələn, siz bunu A vurmaq B formasında, bir də bölmə formasında yerinə rəqəmlər qoyaraq hesablayın. Yəni sual belə idi ki, belə deyək, yenidən deyim. Deyirəm ki, məsələn, int tipin toplamaq olur. Bəs vurmaq da olurmu? Bəli, olur. Çıxmaq olurmu? Bəli, olur. Məsələn, A-dan çıxaq B-nə olur -2. Yəni 3-dən 5-ə çıxanda. Yəni bu bizə verir. Amma burada belə bir şey deyək. A bərabərdir 5, B bərabərdir 3. Artıq fikir verirsiniz. 3 necədir? Yəni 3 sətr tipindədir də. İndi mən burada A üstə gəlinsin B yazsam nə olacaq? Bəli, xəta verəcək. Belə deyək də, xəta. Mən ədəd tipindən sətr tipini toplaya bilmərəm. Gəlin Pythonda göstərək bunu sizə. A-ya deyirəm məsələn 7, B-yə də deyirəm dırnaq içərisində məsələn 2 və yaxud da başqa bir qiymət. Bu bərabərdir işarəsini qoymaq unutduq. Deməli, indi mən yazıram ki, məsələn A üstə gəlinsin B. Bax, xəta verir. Deyir ki, type'ları fərqlidir, yəni tipləri fərqlidir. Biri intdir, biri str-dir, yəni sətirdir. Deməli, buradan belə bir qayda çıxardırıq ki, biz int-lə, uşaqlar, baxın, int üstə gəl str nə olur? Xəta. Aydındır. Int-lə str-i toplaya bilmərik. İndi daha sonra baxaq nəyə? Məsələn, bəs 2 str-i toplamaq olar. Maraqlısı bax bu hissəsidir indi. İndi bax A dəyişəninə deyirəm ki, A-ya deyirəm ki, A olsun 5, B də olsun, nə bilim, 72. İndi mən A plus B yazsam, nə olacaq? A olur 5 dırnağın içərisində, plus 72. Uşaqlar, sətr tipi, üstəgəl sətr tipində bu, düzdür? Bu artıq bu ədədlər birləşir. 5, 7, 2 bir yerdə olur. Bax, bir-biri ilə birləşirlər. Aydındır. Yəni sətr tipində toplama bu formada gedir. Və yaxud da yazıram. A dəyişəninə deyirəm, nə bilim, 4. B dəyişəninə də deyirəm 3. A plus B yazsam olacaq 43 dırnağın içərisində. Aydındır uşaqlar. Amma mən birinə int desəm, birinə sətr desəm nə olacaq? Xəta verəcək. İndi gəlin, yəni buradan belə bir şey deyirəm ki, belə bir sanki qayda kimi yazaq. Str üstə gəl str olar. Olar, yəni birləşirlər. Birləşir. Aydındır. İndi gəlin başqa bir şey deyim. Məsələn, A-ya deyirəm ki, 7, B-yə də 7-ni dırnaqda verək. B-yə də deyirəm 3. İndi mən A vurulsun B yaza bilərəmmi? Yəni A 7 dırnağın içərisində 7 vurulsun nəyə? 3-ə. Yəni str-i int-ə vururam. Uşaqlar, baxın, bu olar. Bunda necə olur? 7-ni 3 dəfə yazacaq elə bil. 7, 7. Aydındır. Gəlin göstərim.
Bax, A-ya deyirəm 7. B-yə də deyirəm nə? 3. İndi deyirəm ki, A vurulsun B. Mənə 3 dəfə 7-ni təkrarladı. Aydındır. İndi başqa birini göstərək. Məsələn, A 111-dir, B də olsun 4. Daha doğrusu belə yox, belə. B də 4. İndi A vurulsun B yazanda mən nə olacaq? 111-i 4 dəfə yazacaq. 1, 2, 3, 4. Bunu da alacaq sətrə. Yəni mən buradan bir qayda kimi yenidən yazıram ki, setr vurulsun A olar. A dediyimiz, daha doğrusu setr vurulsun int olar. Yəni belə yazmaq olar. Aydındır. İndi gəlin başqa nümunələr üzərində də burada işləyək. Burada məsələn deyirəm ki, A bərabərdir dırnaq içərisində 5, B bərabərdir dırnaq 4 deyək. İndi mən deyirəm ki, məsələn A vurulsun B. Xəta verdi. Çünki iki sətri bir-birinə vurmaq olmaz uşaqlar. İki sətri bir-birinə vurmaq olmaz. Ona görə də xəta verir. Amma biri sətr olmalıdır, biri int tip olmalıdır. Onda bizə xəta verməyəcək. Bax, indi başqa bir nümunə yazım sizə. A-ya yazıram. Məsələn, sala sözün. İndi deyirəm ki, A bərabərdir. A üstə gəlinsin M. A-nı mən çağıranda nə alıram? Salam. A bərabərdir salam. Bir dənə fikir verin, görün necə getdi proses. Yəni, hər hansısa bir stringin üzərinə onun digər bir tipin gəlmək olar. Gəlin belə burada nümunə olaraq göstərim. A bərabərdir. Burada yazım ki, olsun, məsələn, hər hansısa bir ifadə, məsələn, belə deyək də, yox, başqa nümunə yazaq, bir dəqiqə. İstənilən bir şey yaza bilərik. Məsələn, A bərabərdir olsun info. Mən indi yazıram A üstə gəlinsin matika sözün sətr tipində. Mənə sonda nə verəcək? Burada B bərabərdir yazaq. B olacaq info, burada R yazaq, informatika alınsın. Informatika. Aydındır. Bu formada ala bilirik. Yəni, sətrin üzərinə sətir gəlmək olar. Aydındır. Uşaqlar, gəlin indi sizə belə bir nümunə yazım. Deyirəm ki, A bərabərdir
Baxın, burada deyirəm A bərabərdir 4,7. İndi sizə deyirəm ki, bu ifadənin mənə kəsr hissəsini tapın. Yəni elə bir sanki proqram qurun ki, mənə kəsr hissəsini versin. Necə yazarsınız? Deyirəm ki, A bərabər 4,7. Mənə bu ifadənin kəsr qiymətini ekrana verən kəsr hissəsi neçədir? Buna 0,7-dir, doğrudur. Yəni mənə axırda 0,7-ni alsın. Necə taparsınız? Bax, yazıram ki, B bərabərdir int A. Sonra da yazıram ki, C də bərabərdir məsələn B çıxılsın, daha doğrusu A çıxılsın B. Razısınız bu fikirlə? Gəlin nə iş görür ona baxalım. A 4,7-dir. B bərabərdir int 4,7. Int 4,7 yəni A-dır da, belə deyək. Bu nə verir bizə? 4-ü verir də elə. Tam inti verir bizə. Inti 4. Bu həqiqi tipdən tam tipə keçiddir də. Float sanki floatdan intə keçiddir. İndi C də bərabərdir. A nə idi bizdə birinci? 4,7. 4,7-dən nəyi çıxırıq? B-ni. 4-ü. Bizə 0,7-ni verir. Sanki bax, elə bil ki, bir proqram qurduq da sanki. Buna deyirik biz kəsr hissənin tapılması. Aydındır. İndi keçirik dəyişənin dəyərinin kənardan daxil edilməsi. Kənardan dediyimiz, yəni klaviaturadan dəyişənin daxil edilməsi. Nə deməkdir? Gəlin baxalım. Bax, buraya yazıram. Dəyişənin dəyərinin kənardan daxil edilməsi. Deməli, bu nə deməkdir? Biz alqoritmdə necə dəyişənin dəyərin kənardan necə daxil edirdik? Kim deyə bilər? Yadındadır. Paralleloqramla, bəli. Paralleloqramla biz dəyişənin dəyərin sanki daxil edirdik. Bu nə deməkdir? Məsələn, paralleloqramın içərisində AB yazanda, yəni biz A ilə B-yə bir belə deyək də qiymət verə bilirdik özümüz. İndi bunu artıq Pythonda biz bunu edirik inputla. Input. Qarşısında da 2 mötərizəsi olur. Bu input daxil etmək deməkdir. Yəni biz bununla ədədlərə belə deyək də dəyişənlərə qiymət daxil edirik. Dəyişənlərə qiymət daxil edirik. Bax, amma bu input daxil elədiyi qiymətlər həmişə sətr tipində olur. Sətr tipində qiymət daxil edir. Nə deməkdir bu? Gəlin baxalım. Baxın, mən yazıram burada. A bərabərdir input mötərizə qoyuram. Bu o deməkdir ki, mən A-ya istədiyim qiyməti daxil edə bilərəm. Amma daxil etdiyim həmin qiyməti sətr tipində verəcək. Gəlin bu dediklərimi artıq Python üzərindən yoxlayalım. Bax, yazıram A bərabərdir input mötərizə. İndi sonra yazıram. Məsələn, B bərabərdir yenidən input İndi uşaqlar. Mən bunu yazdım. Əslində tam dəqiq olaraq bunu burada qeyd etməli deyilik. Bunu qeyd etməliyik digər səhifədə. Çünki burada biz buna arxa plan olaraq qiymət daxil edə bilmirik.
Gəlin yenidən göstərim necə gedir proses. Baxın, Python açırıq. Buradan new file edib digər səhifəni açırıq. Bu ikinci səhifəni. Baxın buranı. Mən indi burada yazmalıyam ki, məsələn, A bərabərdir input. Daha sonra B bərabərdir də input yazıram. İndi mən bunu run eləyirəm. Baxın, run, yəni bu proqramı işə salıram, çalışdırıram sanki. Bunu buradan da edə bilərəm. Klaviaturadan F5 düyməsini basaraq da edə bilərəm. Mən F5-i vurdum. Deyir ki, yadda saxlayaq. Deyirəm, bəli. Bunu istənilən biri ilə bir yerdə yadda saxlayıb kompüterimin yaddaşına saxlayıram. Baxın, artıq məndə həmin proqramın kompüterin harasında yadda saxlanıbsa o hissə görsənir. Sanki faylın yolu görsənir də, belə deyək, faylın tamadı. Bu görsənir və məndə kursor yanıb sönür. İndi mən burada yazıram 7. Enteri vururam. Yenə yazıram 3. Bu o deməkdir ki, A 7 oldu, B 3. Bax, yenə enteri vuranda məndə ekrana əslində heç nə vermədi. Bilirsiniz niyə? Çünki mən burada A-B-ni sadəcə daxil eləmişəm. Bax, yəni mən bunu çalışdırdım, gəldim bu proqramda A-ya 7 verdim, B-yə də 3 verdim. İndi belə deyək də, mən burada A yazsam, enteri vursam, görün mənə nə verəcək? 7-ni verəcək. Dırnağın içərisində verdi. Yəni A-ya 7 yazdım, input vasitəsilə daxil elədim bunu. Input vasitəsilə daxil elədim. Gəlib A-nı dırnağın içərisində, yəni sətr tipində 7 verdi. Eləcə də əksinə. Mən B-ni də bu formada yazsam. Məsələn, B-ni də çağırsam, B nə olur? 3. Sətr tipində 3. Gəlin, bunu belə baxalım. Buna deyirəm ki, mən indi bizə versin, məsələn, C bərabərdir A plus B. A plus B. Baxın. Mən bunu işə salıram. Buradan run'ı vurub, run modul eləyib işə salıram. İndi mən burada A-ya yazıram. Bax, birinci A-nı, burada A daxil oldu, baxın. Baxın, burada birinci A bərabərdir input daxil. Deməli, birinci yazdığım ədəd A-nın qiyməti olacaq. Məsələn, yazıram bura 45. Enter'e vururam. Burada yazıram 8. B də oldu 8. İndi mən vurdum. Enteri vurdum, düşdü aşağı. Mən C-ni çağırsam, C bizdə nə olacaq? A-nın qiyməti plus B-nin qiyməti. Sadəcə ikisi də sətr tipindədir deyə. Birinci sətrin üzərinə ikinci sətr gələndə nə olurdu bunlar? Birləşirdi. Yəni bizim C-miz olacaq 458, amma sətr tipində. Gördünüz? 45 ilə 8-i birləşdirdi. Aydındır? Yəni input bu formada işləyir. Input ədədləri sətr tipində daxil edir. İndi sizə bir şey deyim, uşaqlar. Bu inputun qarşısındakı mötərizə var ha. Ora biz nə istəsək yaza bilərik. Amma bu, belə deyək də, bizim A-nın qiymətinin heç bir təsiri olmur. Nə istəsək yaza bilərik, amma dırnaq içərisində. Bax, yazıram ki, bura A-nın qiymətini daxil et. İndi burada da yazıram ki, B-nin qiymətini daxil et. Burada da yazıram B-nin qiymətini daxil et. İndi baxın. Görün nə aldıq. Bax, bizə deyir ki, birinci. Kursor görün yanıb sönür. Deyir A-nın qiymətini daxil et. Mən də deyirəm yaxşı. Daxillədim 87. Yazdım da ora. Enteri vurdum. İndi mənə deyir ki, B-nin qiymətini daxil et. Mən də deyirəm yaxşı. B də olsun 111. Enteri vururam. İndi mən aşağıda C bərabərdir A plus B yazmışam axı. Mən indi bu C-ni çağırmalıyam ki, bunun qiyməti mənə görsənsin. Qiyməti də nə olacaq? 87 111 birləşik yazılacaq. Düzdür? Yəni bu inputun qarşısında yazılan sözlər bizə köməkçidir. Yəni mötərizənin içərisində bizə köməkçilik üçün, yəni rahat olsun deyə verilib ki, biz orada istədiyimizi yaza bilək.
Aydındır. Məsələn, amma bəzən bura qiymətlər yazırlar. Məsələn, bura yazırlar. Bunu sileyim. Bura yazır məsələn 45. Gördün? 45 yazılıb bura. Bu 45 o demək deyil ki, A 45-dir. Mən indi 3 yazıram, məsələn, A olur 3. Yəni bunun içərisində yazılan bizə sadəcə köməkçi üçün verilən bir şeydir. Aydındır? Yəni bunun burada 45 olmağı bu o demək deyil ki, A 45-dir. Sadəcə biz çalışdıranla run elədikdən sonra, yəni F5 elədikdən sonra A-ya qiymət daxil edib bunu o formada apara bilərik. İndi uşaqlar, sizə bir şey deyim. Burada qaytaraq əvvəlki formasına. C bərabərdir A plus B yazdım. Mən ancaq burada C-ni çağırandan sonra C-nin qiyməti görsənir. Bəs mən necə eləyim ki, mən C-ni çağırmayayım da, elə bu proqramı çap eləyim, yəni run eləyim daha doğrusu. Mənə avtomatik olaraq C-nin qiyməti görsənsin. C-nin qiyməti verilsin. Bunun üçün mən burada yazıram ki, print, yəni mən artıq printdən istifadə edirəm. Print ifadəsindən istifadə edirəm. Print çap etmək mənasını verir. Aydındır. Print çap etmək mənasını verir. Yəni biz printin içərisində nə yazırıqsa, o da çap olunacaq. Bax, fikir verin indi uşaqlar. Gəlin bu ifadəni run eləyəyim. Bax, burada nə deyirəm? Deyirəm A-nı daxil elə, B-ni daxil elə. Sonra A ilə B-ni topla. Yəni C çap olunsun. Yəni ekranda çıxsın. İndi fikir verin. Run eləyirəm. Bax, A-nın qiymətini daxil elə. Yazıram 445. Enteri vururam. B-nin daxil. Yazıram 222. Enteri vururam. Nəyi verdi burada bizə? Invalid keyword. Argument for print. Line 3 modul print C bərabərdir A plus B. Burada bir dəqiqə. Bunu ləğv edəyək buradan. Budur problem. Məsələn, A-nın qiyməti 445. B-yə demişdik, məsələn, 222. Vurdum, gördün. Mənə həmin avtomatik olaraq A ilə B-ni mənə lazım idi. Burada baxın. A ilə B-ni toplayım da. A ilə B-ni mənə avtomatik olaraq neynədi? Topladı, verdi. 445 üstəgəl 222. Bunu avtomatik olaraq mənim üçün ekrana çıxartdı. Yəni, belə deyirik. Print çap üçün istifadə olunur. Və printin içərisində nə yazsaq sanki bizə hesablayıb verir. Baxın, printin içərisində A plus B yazdıq. Hesabladı. A ilə B-ni topladı. A da sətr tipində deyə, B də sətr tipində deyə mənə onları hesablayıb bu formada göstərdi. Aydındır. İndi baxın, sual verirsiniz ki, nəyə görə bir yerdə topladı yazdı. Elə 445 222-ni. Mən sizə demişdim axı, input dəyəri həmişə sətr tipində daxil edir. Bax, burada. Bax, burada. Gəlin yazağın. A 445-dir. Type A yazaq, baxaq görək A-nın tipi nədir? Gördün? Sətr tipidir. Input var ha. Input daxil elədik. Çöldən inputu sadəcə daxil eləyirik ha. Inputla daxil olunan qiymətlərin hamısı sətr tipindədir. Mən də bayaq sizə burada bir qayda yazmışdım. Yazmışdım ki, sətrin üzərinə sətri gələndə necə olur? Bax, sətrin üzərinə sətr. Məsələn, A 4-dür, B 3-dür. 4 ilə 3-ü toplayanda necə olur? Yenə birləşir. Bax, burada yazdım. 4 ilə 3. İndi, eyni ilə həminki qayda burada da. Həminki qaydanı burada da deyə bilirik. Məsələn, 445 ilə 222-ni, 445 ilə 222-ni toplayırıq. Sadəcə sətr tipində olduğuna görə bunları bir-birinə birləşdirir. Aydındır. Bəs indi sənə maraqlı bir sual verim. Yəni sənə yox, hər birimizə.
Bəs necə edək ki, bunları düzgün tipdə yoxlasın? Necə edə bilərik bunu? Baxın. Mən burada yazıram ki, int mötərizəni açıram və sonda da bağlayıram. Yenidən burada yazıram int. Baxın bu ifadənin qiymətinə. Mən A daxil eləyəcəm A-nı. Baxın, indi gəlin çalışdıralım bunu. Aha, A-nın qiymətini daxil elə. A-nın qiymətini daxil edirəm neçə? Olsun 100. B-ni də daxil edirəm, olsun 200. Enter vuracam, mənə ekrana 300-ü verəcək. Gördün? Ekrana mənə 300-ü verdi. İndi niyə görə bəs bunu hesabladı? Normalda nə yazmalı idi? Əgər input idisə 100 dalınca da 200-ü birləşdirməli idi. Bunu ona görə 300 formasında verdi ki. Çünki mən burada bunu inputun arxasınca da int yazdım. Yəni bu sətri daxil edilmiş ədədin sətrin. Çevirdi intə. Eləcə də B-nin qiyməti. B input onu sətr tipində daxilləmişdi. Çevirdi sonra nəyə? Yenidən intə. Aydındır? Aha, əla. Printin uşaqlar. Gəlin printdən danışalım. Deməli, buradan qeyd edəyim print. İndi gəlin printdən belə danışalım. Printin içərisində məsələn mən yazıramsa 12 plus 15. Baxın burada gəlin. Baxalım buna, deməli bunları bağlayalım. Mən burada printin içərisində yazıram ki, print məsələn 10 üstə gəlinsin 7. Mən enteri vuranda mən nəyi aldım? 17-ni. Yəni printin içərisində tam tipləri neynir? Toplayıb hesablama formasında yazır. Bu normal formada bunu eləyir. Amma mən burada yazıram ki, indi deməli, mən burada yazıram ki, print dırnaq içərisində və mötərizə açıram. Yəni printin öz mötərizəsi olur. Printin bu mötərizənin içərisindəkiləri neynir? Print ekrana verir. Print ekranı çıxartmaq üçündür. İndi mən burada yazıram ki, dırnaq içərisində 10 plus 7. Bunu dırnağın içərisində yazıram. Enter vuracam, mənə nəyi verəcək elə? 10 plus 7-ni. Uşaqlar, printin içərisində, bu mötərizəsinin içərisində, dırnağın içərisində nə varsa onu bizə olduğu kimi verir. Aydındır. Print dırnağın içərisində nə yazılırsa onu göstərir. Aydındır. Printin dırnağın içərisində nə varsa, nə verilirsə bizə onu göstərir. Məsələn, gəlin baxalım başqa nümunələrə. Deyirəm ki, məsələn, belə deyək də, A bərabərdir 5 deyək, B bərabərdir 3 deyək. İndi yazıram burada print A plus B. Normalda bizə nə verəcək uşaqlar? 8-i verəcək də, baxın 8. Amma indi yazıram ki, print dırnağın içərisində A plus B.
Baxın, elə mənə uşaqlar bu enter vuracam A plus B-ni verəcək. Yəni dırnağın içərisində mən printdə nə yazdımsa, avtomatik olaraq onu verir. Aydındır? İndi gəlin sizə bir maraqlı nümunə yazım. Deyirəm ki, bunu bağlayalım. Deyirəm ki, burada. Məsələn, A bərabərdir 7-yə, B bərabərdir olsun 4-ə. İndi deyirəm print A plus B bərabərdir vergül A plus B vergül yazıram burada da 11. Uşaqlar, bu ifadə nə alınacaq, necə yazılacaq? Bu belə yazılacaq. Baxın. A plus B bərabərdir. Bax bu ifadə. Bax buradan bura qədər. Bax buradan bura qədər. Dırnağın içərisində deyə olduğu kimi yazılacaq. Sonra burada hətta belə yazaq. Qoy cəmi bizə verməsin. Burada hətta bunu bu formada yazırıq. İndi bax, A plus B bərabərdir olduğu kimi yazacaq. Sonra A-nın qiymətini yazacaq 7. A plus B bərabərdir yazacaq. Yazacaq 7. Sonra üstəgəli də olduğu kimi yazacaq. Çünki dırnağın içərisindədir. Sonra B yazacaq. B dırnağın içərisində deyil axı. Artıq onun qiymətini yazacaq. 4-ü. Sonra onun da arxasıca burada bir bərabərdir işarəsi də qoyaq ki, bərabərdir 11 olsun. Hətta buna bərabərdir 11-də yaza bilərik. Elə A plus B də yaza bilərik. A plus B də yaza bilərik. Enteri vururam, baxın. A plus B bərabərdir 7 plus 4. Burada bərabərdir işarəmiz yaddan çıxıb. Burada bir dənə də bərabərdir işarəsi qoyardıq. Düzdür. Yenidən gərək kopyalayaq yazaq. Yəni burada bir bərabərdir də qoyub bu formada ala bilərdim də. Yəni başa düşdünüz necə? Dırnağın içərisində olanlar necə yazılır olduğu kimi. Amma dırnağın içərisində olmayanda bunu bir dəyişən kimi götürür. Yəni deyir A dəyişən neçədir? 7. Onda yerinə 7 yazır. Üstəgəl dırnağın içərisində də olduğu kimi yazır. B dırnağın içərisində deyil, bunu dəyişən kimi götürür. Deyir B bərabərdir 4. Sonra deyir A plus B də A ilə B-ni toplayır. Deyir 7 plus 4 11 edir də. 11-i də buraya yazır. Aydındır. Nəsə bir sualınız yoxdur buradan? Aha. Gəlin davam edəyək. Deməli, printin sep və end funksiyalarından danışalım. Baxın. Mən printin dedim ki, içərisində bizim yazdığımız qiymətləri hesablayır. Məsələn, mən yazıram ki, print 5 üstəgəl 7. Bu bizə onu çap edir ki, aşağıda verir ki, 12 olur. Amma indi gəlin başqa bir şey yazım. Deyirəm ki, printin içərisində dırnaq içərisində nə yazıramsa, məsələn, salam sözünü yazıram dırnaq içərisində. Mənə elə ekrana salamı çıxardacaq. Ümumiyyətlə, yenə təkrar edirəm. Printin mənası odur ki, mənə yazdıqlarımı ekrana çıxarsın. Aydındır. İndi, printdə bir flash n anlayışı var. Bu nədir? Flash n
yeni sətrə keçmək üçündür. Sanki bu Word-də enter düyməsi var ha. Sanki o funksiyanı yerinə yetirir. Yəni flash in olan kimi düşür neynir? Altdan yazır. Alt-alta yazı deyək də bunu. Gəlin sizə maraqlı bir şey yazaq, sual yazaq. Deyirəm ki, məsələn, print salam dırnaq içərisində salam vergül boşluq qoymayaq. Gəlin belə yazaq. Gəlin boşluq qoymayaq. Belə bir salam necəsən sözün yazaq. Uşaqlar, baxın, print işləyəndə gələcək bu salam sözünü çap eləyəcək. Salam. Sonra görəcək bir dənə flash in var. Flash in var deyə nə edəcək? Düşəcək aşağıdakı sətrə. Sonra başlayacaq yerdə qalan nə var? Ecəsən. Başlayacaq ecəsən sözün çap eləməyə. Aydındır? Baxın, salam necəsən yazdığa biz flash necəsəndən. Bu olacaq salam ecəsən. Aydındır? Bu flash in bizdə belə deyək də aşağıda alt-alta yazmaq funksiyasını verir. Məsələn, başqa bir nümunəyə baxaq. Deyirəm print məsələn ayna deyək elə. Məsələn, ayna. Burada ayı verəcək, sonra flash in-i görəcək, düşəcək yenidən aya. Aydındır? Bu flash in çapa gedən, burada dırnaqda yazmalıyıq. Yəni olduğu kimi versin deyə. Aha. Burada dırnaqda yazmalıyıq onu. Flash in işləyir, düşür növbəti sətrə, keçir aya. Bu hissə aydındır. Uşaqlar. Deməli. İndi bir də var printdə sep anlayışı. Gəlin bax bunu sizə belə göstərim. Baxın mən print yazıram. Mötərizəni açıram. Baxın. Sep anlayışı var. End anlayışı var. Bu file non-flash files false olmağı hələ ki onlardan danışmayacaq. Onlar sizə lazım olan bir şeylər olmayacaq. Sizə burada sep anlayışından end anlayışı lazımdır. Flash in bildiniz nədir? Flash in növbəti sətrə düşmək deməkdir. Düzdür? İndi sizdən gəlin danışalım bu sep anlayışından. Sep anlayışı nədir? Mən yazıram burada. Məsələn 3 vergül 5 vergül 7 vergül. Burada da arkada da yazıram sep bərabərdir ulduz. Mötərizəni bağlayıram. Enteri vururam. Bunu dırnaqda verək. Baxın. Sep nə iş gördü? Ulduzların yerinə nəyi qoydu? Daha doğrusu vergüllərin yerinə nəyi qoydu? Ulduzları. Sep funksiyası nə iş gördü? Yenidən baxın. Bunların aralarına ulduz qoyaraq çap elədi. Ekrana verdi. 3 ulduz 5 ulduz 7. Aydındır uşaqlar. İndi gəlin başqasını yazaq. Yazıram print. Yazıram məsələn s vergül l vergül m. Deyirəm vergül sep bərabərdir. Dırnağın içərisində yazıram a. Enter versəm uşaqlar. Burada ona görə error verdi ki, mən bunları sətr tipində yazmalıyam da, vergülün içərisində yazmalıyam hamısını.
Unutdum, vergüldə yazmadım. Gəlin baxalım, Ctrl V eləyək. Bunların hər birinin dırnağın içərisində yazaq. Baxın, S vergül var axı. Sep neynədir? Götürdü, ora A atdı. L neynədir? L-nı yazdı sonra. L-dan sonra yenə vergül var axı. Vergülün yerinə yenə A-nı yazdı. Baxın, aldıq sanki salam sözü. Aydındır. Yəni sep nə iş görür? Vergüllərin yerinə özündə nə varsa onu verir. Bəs deyə bilərsiniz ki, müəllim, gəlin onda belə bir şey yazım uşaqlar. Ctrl C eləyək. Gəlin buradan bir şey göstərim. Deyə bilərsiniz ki, müəllim, bu sepi siləyin. Bayaqdan yazmırdınız da bunu, indi yazdınız. Bu sepi siləyin. Uşaqlar, mən bunu indi çapa versəm nə alacağam? İndi sep normalda susmaya görə, yəni susmaya görə dediyimiz, belə deyək də, ilk halında normal olaraq birinci avtomatik olaraq nə olur? Boşluq olur. Bax, enter vuracağam. S boşluq, L boşluq M. Yəni ulduzların yerində, daha doğrusu vergüllərin yerində. Vergüllərin yerində nəyi yazdım? Boşluqları yazdım. Aydındır. Bu formada davam elədi. Sualımız var burada, hər hansısa bir. Aha. Əla. Deməli, indi danışacağıq biz printdə gördüyümüz end məsələsindən. Gəlin buranı bağlayaq, yenidən. Deyirəm ki, burada print məsələn yazaq burada dırnağın içərisində. Yazaq bir A vergül dırnağın içərisində bir dənə yazıram flashin vergül B vergül yenidən bir dənə də flashin vergül sonra yenidən bir məsələn C yazım vergül bir dənə də flashin yazaq. Niyə flashin yazmayaq? Bəsdir burada. Deməli, indi mən burada sepin yerinə yazıram. Sep bərabərdir olsun dollar işarə. Ya gəl bu işarəni ataq belə. İndi uşaqlar, baxın, enteri vurdum. Baxın, A işləyir, A-nı çap eləyir. Gəlir vergül olur axı. Vergülün yerinə nə yazır? Sep DS qoymuşam da bura. Bu DS işarəsi. Bunu qoyur bura. Sonra flashin var axı. Flashin nə edirdi? Növbəti sətrə keçirdi. Daha doğrusu altdakı sətrə keçirdi. Keçdi aşağıdakı sətrə. Aşağıdakı sətrə keçdiyi bax bura. Sonra yenidən nəyi gördü? Vergülü. Bax flashinlə baxın uşaqlar, yenidən deyirəm. A sətrini çap elədi burada. A. Daha sonra vergül gördü deyə bu işarəni qoydu. Keçdi flashini. Flashinə görə düşdü aşağı. Flashindən sonra nə gəlir? Bir dənə də vergül gəlir. Bu vergüllə də nə işi gördü? Yenidən bu işarəni qoydu. Bu DS işarəsi deyək də. Sonra gəlib B-ni çap elədi. B-ni gördü deyə B-ni çap elədi. B-dən sonra vergül gəlir deyə yenə bu DS işarəsini qoydu bura. Sonra yenə flashini gördü deyə düşdü aşağı. Aşağı düşdü. Flashindən sonra
Vergül gəlir deyə yenə DS işarəsini qoydu bura. Sonra da S gəlir deyə S-ni çap elədi. Aydındır. Baxın, S-ni çap elədi və kursor, bax fikir verirsiniz, çap eləyəndən sonra növbəti sətrə düşdü. Yəni burada da normalda susmaya görə bir end var. End var. Gəlin başqa bir nümunə yazım indi sizə. Deməli print yazırıq. Bəli, yaxşı yazaq elə hello world. İndi daha sonra uşaqlar sizə belə bir şey deyim. Yazıram burada, vergül qoyuram. İndi sep yazmıram. İndi end yazıram. İndi end yazıram. Bu enddə deyirəm ki, end olsun bərabərdir. Məsələn, nə işarəsi? Sual işarəsi və yaxud da bu işarə, hər hansısa bir işarə olsun. Olsun ulduz. Enteri vuraq. Dırnaq içərisində yenə yazmadım bunu. Bir dəqiqə, niyə görə vermədi bu? For print and invalid keyword. Eni böyüklə yazmağıma nəsə deyirsə bu. Baxın. Endi ikisini yazmaq lazımdır. The hello world-u arxasına nə qoydu? Ulduz. Aydındır. Nə deməkdir bu? Normalda susmaya görə end bizdə flash'ın olur. Susmaya görə bizim endimiz flash'ın olur. Yəni hello world olandan sonra gəlir end sona çatanda end flash'ın olur deyə düşür növbəti sətrə. Özündən aşağıya da bir sətr keçir avtomatik. Amma mən buna ulduz qoydum. Hello world-un sonuna da özü nə işarəsi qoydu? Ulduz işarəsi. İndi belə bir şey deyim də. Burada mən bir vergül yazıb, vergül qoymuşam. Dırnağın içərisində yenidən yazaq bunu, yaxşı. Ya başqa nümunə yazım. Məsələn, print yazıram. Print yazıram. Belə yazaq da, məsələn. A deyək B, daha sonra deyək C. İndi mən burada uşaqlar, baxın, deyirəm ki, sep bərabərdir. Dırnağı açıram, bir də bağlayıram. Baxın, dırnağı açdım və bağladım. Birdən də vergül qoyuram. Yazıram end olsun ulduz işarəsi. End bərabərdir. Bir dəqiqə bu hara qayıtdı ki? Deməli, sep bərabərdir. Sep bərabərdir. Dırnağı açıb və bağlayıram. Daha sonra vergül qoyaq. Gəl end deyək buna. End də bərabər olsun nəyə? Hər hansısa bir ulduz işarəsinə. Ulduzu dırnaqda yazaq. Ulduz işarəsinə. Uşaqlar, bu bizə nə verəcək? Bu ifadə bizə nəyi verəcək? Gəlin lap buranı hələ ki götürüm. Sizə başqa bir nümunədə onu istifadə edəcəm. Yaxşı, bu nəyi verəcək bizə? Deyin. A, B, C. Avtomatik olaraq bir yerdə birləşdirdi. Çünki sep boşluq da yoxdur axı ortada. Ona görə bu formada yan-yana yazdı. İndi
A1 vergüllərin yerinə C1 yox. Sepin yerinə 1 yazsaq, A1, B1, C. Bu vergül artıq dəyişənlərin arasında olan vergül deyil də. Bu vergül artıq sepin arasında olan vergüldür. Seplə bu ifadənin arasında. Ona görə buna saymırsan. A1, B1, C olacaq. İndi gəlin belə bir nümunə yazaq. Gəlin belə bir nümunə yazaq. Bax, indi bunun arxasınca da yazıram mən. Bunun arxasınca da yazıram mən. Bir nöqtə vergül qoyaq. Yazıram print x, gəl burada bir vergül qoyaq, bir y də yazaq. Aha, uşaq. Baxın. Mən bu ifadəni belə deyək də, çalışdırsam, ABC-ni birləşdirib verdi. Sep axı ortada boşluq yoxdur heç nə. Sepi ABC-ni birləşdirdi, verdi. Sonra niyə bu aşağı düşdü? Bax, arxasınca print x, y yazdım. Niyə aşağı düşdü? Yo, nöqtə vergül bir-birindən ayırmağa görədir. Yəni buna görə düşmür. Xeyr. Nöqtə vergülə görə düşmür. Axı mən bayaq sizə end demişdim, end. Demişdim end. Susmaya görə burada var və nə deməkdir end? Flash end deməkdir axı. Elə bilin ki, burada bir end var, flash end. Flash end bayaqdan nə iş görürdü? Deyirdim də burada. Bəli, end olanda biz endə özümüz nəsə veririksə, onu burada qeyd edirik. Yazmırıqsa, deməli avtomatik olaraq endimiz nədir bizim? Flash end. Yəni, bax buranı çalışdırdım. ABC-ni aldı. Sonra burada flash end var deyə düzdür. İndi yazılmasa da burada normalda var. Ona görə düşdün aşağıdakı sətrə. Sonra gəldi x-i çap elədi, y-i çap elədi. Bax aralarında da demişdim axı sep susmaya görə nədir? Boşluq. Ona görə də burada aralarında boşluq olaraq çap elədi. İndi gəlin belə bir şey yazın. Gəlin belə bir şey yazaq. Bax, elə bil ki, burada o dediyim budur da. End elə bil bərabərdir nəyə? Flash end. Elə bil budur. Bayaqki belə idi, bax. Flash end idi elə bil bayaqki. Sadəcə bu yazılmır. Yəni bu flash end isə bunu yazmasaq da elə o demək ki, flash enddir. İndi gəlin bu flash endi mən yazım DS. İndi bəs nə olacaq? Baxın. Xeyr, təzə sətrə artıq gəlməyəcək axı. ABC olacaq. Sonra bu işarə olacaq, dediyimiz DS işarəsi deyək də buna. Bu işarə olacaq. Sonra artıq niyə aşağı düşmədi? Bax, burada aşağı düşdü ABC-dən sonra, amma burada düşmədi. Səbəbi bilirsiniz nədir? Çünki flash end burada susmaya görə flash end idi. Axırda flash end verib düşürdü növbəti sətrə. Amma burada end DS-dir. Aydındır? ABC-dən sonra avtomatik olaraq bunu verir. ABC-dən sonra heç nə. Yəni yenə işləyəcək. Bəli. Aha. Yəni burada gəlib bu işarəni verir, sonra keçir x ilə y-də arasında boşluq olmaqla. Niyə x ilə y-in arasında boşluq verir? Bax burada görürsüz x ilə y-in arasında boşluq. Bəli, sep yoxdur, bəli. Sep də susmaya görə nə olur? Arasında boşluq olur. Aydındır? Mən indi burada yazsam, belə deyək də, mən indi burada gəlib bunun arxasınca məsələn vergül qoyub sep yazsam, sep bərabərdir. Burada hər hansısa bir üstəgəl işarəsi deyək də qoysam, arxasınca da bir end yazsam,
Burada int bərabərdir nə yazım? Int bərabərdir də ulduz işarəsi buna yazaq. Bu da alınacaq nə? ABC ds x plus y ulduz. Nədir bu? Nə deməkdir? Gəlin bunu müzakirə eləyəyin. Bunu müzakirə eləyəyin. Ondan da bitirərik dərsimizi. Baxın. Print A, B, C, sep boşluq. Bu o deməkdir ki, A-nı, B-ni, C-ni arasında boşluq olmadan neyniyək? Yazaq. Sonra gəlir end ds. Yəni bu üstənəni yazandan sonra sonunda ds yaz. Ds dediyim yəni bu işarədə. Sonra print x, y. Sep üstə gəldi, endi isə ulduzdur. Yəni sep bu deməkdir ki, x ilə y-in arasında üstəgəl yaz. Arxasıca bax yazıram. X üstəgəl y üstəgəl işarəsi. Daha sonra enddəki ulduz. Arxası y sonda nə çap olunur? Y arxasına da ulduz. Bu da oldu. Baxın, eyni ilə bu alındı. Uşaqlar, nəsə bir sualınız var buradan, sep hissəsindən, end hissəsindən? Aha. Deməli, biz bugün sizlə baxdıq o tip çevirmələrin bir hissəsinə, daha sonra dəyişənin qiymətinin kənardan daxil edilməsinə və print əməliyyatına.